olmasın. Deməli, mən burada A3 vərəq seçirəm, A3 vərəq. Buranı da piksel seçirəm. Create düyməsini basıram. İndi burada birinci nə edəcəm? Mən burada mesaj ikonu var, mesaj ikonu. Onu düzəltməyə çalışacağım. Deməli, burada rectangle tool aləti var, yəni düzbucaqlı çəkmək üçün olan alət. Bunun üstünə bir daha vurandan sonra bu ağ hissə var, lövhə. Lövhədə mouse'un sol düyməsini bir daha vururam. Özümdən ölçülər verirəm. Məsələn, 300 pikselin 200 pikselə çəkirəm. 300 piksel, 200 piksel. OK vururam. Ekranı görürsünüz də yaxşı. Bəli. Bunu eləyəndən sonra bax, bunun iç hissəsi var. İç hissəsi istəyirəm boş olsun. Bax, bunun üstünə bir daha vurandan sonra bax, burada bunu none edirəm. Yəni iç hissəsi boş olsun, amma konturları olsun. Bu kontur hissəsini vurandan sonra, stroke hissəsini vurandan sonra bunun bu hissədə, stroke olan hissədə bunun ölçüsünü məsələn eləyək 20 punkt. Bunu eləyəndən sonra biraz ekranı böyüdürəm. Daha sonra bax, burada bax, bu hissədə line segment tool adlı bir alət var. Yəni bu aləti seçəndən sonra dəqiqə, birinci burada bu alət var, selection tool basın, daha sonra bu xətt alətini seçin və bundan sonra mouse'un sol düyməsi və shift düyməsi ilə bildiniz, bax, mouse'un sol düyməsini basıb saxladım, shift'i də basıb saxlayıram, 315 dərəcə bir dənə xətt çəkirəm. Sonra yenə burada da bu ankor yazılıb, ankor, yəni nodedir də, CorelDRAW-dakı node, buradakı ankordur. Buradan da yenə mouse'un sol düyməsi və shift ilə xətt çəkirəm. Sonra aşağıdan da çəkirəm belə. Buradan da çəkirəm belə. Və daha sonra yenə selection tool alətini seçirəm. Bunları biraz şey deyəcəm də. Gəlmirəm, bu artıq şeyləri bağlayım elədik. Ctrl 0 basıram. Ekranı belə görürüm. Aha. Biraz alt düyməsi və mouse'un təkərinə yaxınlaşdıram ekranı. Bu biraz ölçülər çox yekə oldu. Gəlin bunların hamısını seçək. Bunun ölçüsünü 20 punkt yox, 10 punkt eləyək. 10 punkt yaxşıdır. Bunu eləyəndən sonra bunu yenə hamısını işarələyirəm. Burada belə bir alət var, bir dəfə də istifadə eləmişdik. Shape Builder Tool aləti. Bu alətlə artıq lazımsız xəttləri mən siləcəm. Bunun üstünə bir daha vururam mouse'un sol düyməsini. Və gətirirəm, baxın, klaviaturada alt düyməsi var. X düyməsinin altında, X düyməsinin altında alt düyməsi var. Alt düyməsini basıram. Bunun üstünə gətirirəm. Görürsünüz, burada qırmızı rəngdə xətt işarəsi çıxır. Bilməm, görürsünüz yoxsa yox? Bəli. Bu alt düyməsi ilə mouse'un sol düyməsi bir daha vururam, fikir verdiniz, silindi bu. Sonra bunun üstünə gətirəm, yenə alt sol düymə ilə silirəm. Sonra bu aşağını silirəm, buranı da silirəm. Sonra buranı da silirəm, buranı da silirəm. Daha sonra yenə selection tool, yəni pick tool'u seçirəm və daha sonra boş hissəyə vururam. Bu hissə fikir verirsiniz, yarımçıqdır da, birləşməyib. Bu hissədə seçim aparıram. Bu hissəni seçirəm. Klaviaturadan Ctrl J-ni basıram. Bu hissə birləşdi. Fikir verdiniz, bilməm, görə bildiniz, fərqli yoxsa yox. Bax, əvvəl belə idi. Baxın. Bu hissəyə bir fikir verin. Bu selection tool aləti aktiv olduğu vəziyyətdə basıb saxlayıb seçirəm. Ctrl J-ni basanda bu birləşir. Və daha sonra nə edirəm? Yenidən bu hissəni seçirəm. Burada Direct Selection Tool alətini seçirəm ki, yumru formada dəyişiklik edeyim. Bundan sonra gəlirəm bu üstünə və bunu bir qədər yumru formasında biraz dəyişiklik edirəm. Sonra boşluğa vururam, fikir verdiniz, məktub işarəsi oldu. Aydındır? Bir dəfə də çəkirəm, bunu silirəm, bir dəfə də çəkirəm. Baxın, birinci nə elədim? Rectangle tool alətini seçdim. Ağ hissədə, ekranın ağ hissəsində bir daha vururam. 300-ün 200 pikselə bir dənə düzbucağı çəkirəm.
Bunu çəkəndən sonra hətta yaxşı olar ki, bunu seçim. Bax burada horizontal center, bir də vertical center. Bunu da aktiv edirəm ki, yəni vərəqin düz ortasında olsun da bu. Yəni bu ağ rəngdə olan hissəyə artboard deyirlər də, yəni ağ lövhə. Yəni ağ lövhənin düz ortasında olsun. Və daha sonra biz dedik ki, iç hissəsini seçəcəyik. Bunu nə edəcəyik? Nan eləyəcəyik. Yəni iç hissəsində rəng olmasın. Stroke hissəsində isə seçib buradan məsələn də siz onu ilk dəfə çəkəndə 1 punkt olacaq. Geri buradan 10 punkt eləyəcəksiniz. Və daha sonra alt düyməsi və mouse'un sol düyməsini ekranı yaxınlaşdırıram. Gəlirəm buradan Line Segment Tool alətini seçirəm. Və bu ankor var, görürsünüz yoxsa yox? Bunun kənar hissəsini gətirəndə görürsünüz, burada ankor yazılır, Anzor. Bilməm, görürsünüz o yazını. Bu hissədə mouse'un sol düyməsi və shift düyməsini basıb saxlayıram, 315 dərəcə xətt çəkirəm. Həmçinin burada da ankor hissəsindən mouse'un sol düyməsi və shift düyməsindən xəttlər çəkirəm. Sonra bu aşağı ankor hissəsindən də yenə xətt çəkirəm, buradan da xətt çəkirəm belə. Və daha sonra bu selection tool, yəni pick tool, CorelDRAW-dakı pick tool alətidir, elədir. Bu aləti seçəndən sonra bunların hamısını işarələyirəm. Burada Shape Builder Tool aləti ilə biz bunları siləcəyik də artıq hissələri. Bunu da silmək üçün alt düyməsini basıram və mouse'un sol düyməsini vururam. Yəni qırmızı rəng, alt düyməsini basıb aldıram, baxın, xəttin üzərinə gətirəndə görürsünüz, qırmızı rəngdə xətt işarəsi çıxır. Sol düyməni vururam, silinir bunlar. Aydındır? Aydındır. Dəqiqə, burada səhv oldu, alt düyməsini basıb saxlayıram. Alt düyməsini basıram, mouse'un göstərisini gətirirəm bunun üstünə. Qırmızı xətt görsənir, mouse'un sol düyməsini vururam, gedir. Və daha sonra boş hissəyə vurandan sonra, yəni bu alət aktiv olduğu vəziyyətdə, gəlirəm, bu hissəni ayrıca seçirəm, istəyirəm bu hissəni birləşdirim də. Ctrl-J-ni basıram, birləşir. Bu hissə birləşdi. Və daha sonra istəyirəm bu hissədə dəyişiklik edeyim. Gözünüz bu itidir də belə. Düz xətt formasında itidir. İstəyirəm buranı biraz yumru formasında dəyişiklik edeyim. Bunun üstünə bir daha vururam. Yumru formada dəyişiklik eləmək üçün Direct Selection Tool alətini basıram. Elə Shape Tool kimi başa düşündə CorelDRAW-dakı. Və burada mouse'un sol düyməsini basıb saxlayıb biraz çəkirəm bunu belə. İndi normalda biz bunu eləyəndən sonra fikir verin, normalda fikir verirsiniz, bunlar ayrı-ayrı xəttlərdir də belə. Mən istəyirəm ki, bu xəttlərdən ibarət konturlu bir figura çevirmək istəyirəm də bunu. Bildiniz mən demək istəyirəm. Baxın, bu ayrıca normalda xəttdir. Görürsünüz. İstəyirəm bu xəttlər birlikdə bir konturlu figura çevrilsin. Mən seçirəm bunu. Burada Object menüsündən gəlirəm. Burada Pass hissəsi var. Burada Outline Stroke var. Outline Stroke, yəni stroke nədir? Yəni kənar hissələr var, kənar xəttlər stroke gedir də. Outline, yəni kontur olan belə deyək də, kontur olan figura çevirirəm də bunu. Bunu bastım və bundan sonra Pathfinder menüsündə Merge əmri var. Merge nədir? Birləşdirmək. Və bunu basıram. Bu artıq nə oldu? Birləşdi, oldu nə? Bir dənə müstəqil bir nə? Obyekt. Və bundan sonra bu həmin obyekti seçirəm yenə. Burada Align bölməsində Horizontal Align Sensə, bir də Vertical Align Sensə basıram ki, düz səhifənin mərkəzində olsun. Və bunu da yaddaşa verəndə File, burada nəyi basacaqsınız? Save as. Save as'ı basandan sonra öz kompüterinizdə bu belə olacaq da. İkonlar üzrə tapşırıqlar buraya girəcəksiniz. Buna da ad verəcəksiniz də. Bu adı verəcəksiniz. Mail icon var, mail icon. Bu adı yazacaqsınız. Bu formada save basıb, saxlanıb basıb yaddaşa verəcəksiniz. Şəkil kimi yaddaşa vermək istəyirsinizsə burada yenə Export'a girib Export as basıb burada da yenə mail icon bu adı verib yəni bunu export'u basacaqsınız da. Bunu mən video